Salam əziz abituriyentlər, gəlin birlikdə mexaniki rəqslər və dalğaları bölməsinin yaylı rəqqas bölməsinə birlikdə baxaq. İlk sualımız, yaylı rəqqasın rəqs amplitutunun vahidi hansıdır? Biz bilirik ki, əgər söhbət amplituddan gedirsə, amplitudun vahidi metrdir. İstər yaylı rəqqas olsun, istər riyazi rəqqas olsun. İkinci, yaya bağlanılmış cismin dartılaraq A nöqtəsinə gətirib buraxanda sonra sərbəst hərəkəti necə adlanır? Bu cismi biz dartırıq A nöqtəsinə qədər, sonra buraxdıqda necə hərəkət edəcək? Təbii ki, rəqs hərəkət edəcək. Təkrarlanan hərəkət olacaq. Üçüncü sual. Yaylı rəqqas 2 dəqiqə ərzində 120 rəqs edir. 2 dəqiqə ərzində bizə deyir ki, bizə bu 2 dəqiqə bizim zamanımızdır. Neçə dövr eləyir? 120. Demək bu 120 nədir? Saydır. Sayda n hərfi ilə işarə olunur. Onun rəqsinin periodunu hesablayır. Biz xatırlayaq ki, periodun düsturu necədir? Period t bərabərdir. T bölünsün n düsturu ilə tapılır. Buradan biz zamanın yerinə 2 dəqiqə. Biz 2 dəqiqəni görürsünüz, cavablar saniyə ilə verilir. Biz 2 dəqiqəni saniyəyə çevirməliyik. Yəni 2 vurulsun 60. 1 dəqiqəmiz 60 saniyə olduğuna görə 2 dəqiqəmiz 2-yə vurmalıyıq. Bölünsün 120. O da bərabərdir 1 saniyə. Cavab C variantı. Növbəti sual. Dördüncü sual. Bizə deyir ki, f kvadrat bölünsün 2k plus pv bölünsün 2 ifadəsi hansı fiziki kəmiyyəti təyin olunur? Biz bilirik ki, kinetik enerji ilə potensial enerjinin cəmi bizə tam enerjini verir. Birinci düsturda f kvadrat bölünsün 2k. Bu ifadə bizim kinetik potansiyel enerjinin düsturudur. PV bölünsün 2 ise bizim kinetik enerjinin düsturudur. Bunların ikisinin cəmi de bize tam enerjini verir. Yani rəqsin tam enerjisi A variantı. Beşinci sual. Kx kvadrat bölünsün 2 plus p kvadrat bölünsün 2. Yine de eyni qayda var. Kx kvadrat bölünsün 2 potansiyel enerjinin ani qiyməti, p kvadrat bölünsün 2 ise kinetik enerjinin ani qiyməti. Bu ikisinin cəmi bize tam enerjini verəcəkdir. Rəqsin tam enerjisi. Altıncı sual. Fx bölünsün 2 plus mv kvadrat bölünsün 2. Yine de fx bölünsün 2 bize potansiyel enerjimizin düsturudur. Mv kvadrat bölünsün 2 kinetik enerji. Bu iki qüvvənin cəmi bize tam enerjini verəcəkdir. Yedinci sual. Yine kx kvadratı m çıxılsın kx kvadratı bölünsün 2. Bu düsturda nəyə fikir verməliyik? Baxın, kx kvadratı məxrəcində m var. M nə deməkdir? Maksimal dəyərlər deməkdir. Amplitud, yəni maksimum dəyəri. Biz bilirik ki, tam enerji, yani buradaki birinci düstur kx kvadratı bölünsün 2 bizim potansiyel enerjimizin maksimum qiymətinin düsturudur. Maksimum enerji de nədir uşaqlar? Tam enerjiyə bərabər. Yəni potansiyel enerji maksimum olanda kinetik enerji sıfıra bərabər olur. Orada tam enerji ne olacak burada? Tam enerji kx m kvadrat bölünsün 2 olur. Onda bizdə bu əgər tam enerjisə, tam enerjiden potansiyel enerjinin ani qiymətini çıxırıqsa, bizdə nə qalacaq? Kinetik enerji. Yəni kinetik enerjinin ani qiyməti. 8-ci sualda yenə də məxrəcdə m-dir. Demək m-dirsə bu maksimal dəyərdir. Tam enerjidir yəni. Tam enerjiden çıxıb ki, potansiyel enerjini qiymətimiz, cavabımız nə olacaq? Kinetik enerjinin ani qiyməti. Devam edək. 9-cu sualda AM vurulsun kök altı M bölünsün K ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Biz birinci bilməliyik ki, M bölünsün K nəyin düsturudur uşaqlar? M bölü K biz bilirik ki, dairəvi tezlik nü bərabər kök altda K bölünsün M'dir. Onda M bölü K 1 bölünsün nü'nü bizə verəcək. Yerinə yazsaq, onda nə alınacaq? AM vurulsun bölünsün omega. Beraberdir. Biz əgər omeganın biz təcilin omega ilə olan düsturun yazsaq, V vurulsun omega, bölünsün omega. Omegalar ixtisar gedir, bərabərdir V-yə. Yəni cavab sürətin maksimum qiyməti. Y variantı. 10-cu sual. K bölünsün 4 pi kvadrat nü kvadratı ifadəsi hansı fiziki kəmiyyəti təyin edir? 4 pi kvadrat nü kvadratı bizə omeganın
kvadratının düsturudur. Biz bilirik ki omega neye beraberdir? 2 pi nu veyahut da ki 2 pi bölünsün t düsturlarıyla. Bunun kvadratıdır. Yani omega kvadratıdır. 2'nin kvadratı 4 edecek. Pi'nin kvadratı pi kvadrat vurulsun nu'nun kvadratı. Yani bu ifade omega kvadratı. K bölünsün omega ifadesi kvadratı. Bize neyi verecek? Biz omega'nın düsturunu bilirik. Omega neye beraberdir? Omega beraberdir kök altta. K bölünsün m'in ne? Kvadratı. Yukarıda da bir k var. Atsak bunu k bölünsün kvadrata yükseltsek kökler ihtisar gidecek. K bölünsün m olacak. K ile k gidecek beraberdir m. Yani kütler. M nerede? Kütlerde. D variantı. 11'de yine de eyni bayaqki düstur var kimidir. F kvadrat bölünsün 2K. F'in indeksinde görürsünüz ki M var. M ne demektir? Maksimal değer. Yani bu tam enerjimizdir bizim. Tam enerjiden neyi çıkıp? Potansiyel enerjini çıkıp. Potansiyeli çıktıkta ne alınacak? Kinetik enerjinin ani qiyməti alınacaq. Y variantı. 12. sualda da məxrəcdə indeksində M hərfi, yəni kx kvadratı M bölünsün 2. Yəni bu nədir? Bizim tam enerjimizdir. Tam enerjiden neyi çıkıp? Kinetik enerjini çıkıp. Kinetik enerjini çıktıkta ne kalacak? Potansiyel enerjinin ani qiyməti. Yani C variantı. 13. sualımızda yine eyni düsturdur. F kvadratın məxrəc indeksinde M var. Bu ne demektir? Tam enerjinin düsturudur. Maksimal enerjidir. Maksimal değerdir. Tam enerjiden çıkıp P kvadrat bölünsün 2. Bu kinetik enerjinin ani qiymetinin düsturudur. Tamdan kinetiki çıktıkta potansiyel enerjini bize verecektir. Yani potansiyel enerjinin ani qiyməti Y variantı. 14. suala baxaq. 14'te deyir ki F M kvadrat. Yine M olduğuna göre məxrəcdə biz deyəcəyik ki bu bizim tam enerjimizdir. Tam enerji çıxılsın potansiyel PV bölünsün 2 neyin düsturudur? Kinetik enerjinin düsturudur. Çıktıkta bize potansiyel enerjinin ani qiymetini verir. Yani cevap D variantı. 15. sualda mv kvadrat bölünsün 2. Yine de məxrəcdə indeksinde M var. Bu ne demektir? Bu bizim tam enerjimizdir yani. Çıkılsın fx bölünsün 2 neyin düsturudur? Potansiyel enerjinin düsturudur. Tam enerjiden potansiyel enerjinin çıktıkta bize kinetik enerjinin ani qiymetini verecektir. Y variantı. 16. M V kvadrat bölünsün 2. Yine V'nin indeksinde M var. Yani maksimal değerdir. Bu bizim tam enerjimiz. Sıkılsın F kvadrat bölünsün 2K. Hansı enerjinin düsturudur? Tabii ki potansiyel enerjinin düsturudur. Bunları birbirinden çıktıkta kinetik enerjinin ani qiyməti alınır. Yani A variantı. 17. sualda bize deyir ki yine P kvadrat indeksinde M var. Bölünsün 2M. Bu M ne demektir? Tam enerjidir yani. Tam enerjiden çıkıp F kvadrat bölünsün 2K. Yani potansiyel enerjinin ani qiyməti. Yekunda ne kalır? Kinetik enerjinin ani qiyməti. B variantı. 18'de Y. Y bizde nedir? Rəqs edən tam enerji. Tam enerjiden PV bölünsün 2. PV bölünsün 2 neyin düsturudur? Hansı enerji düsturudur? Tabii ki kinetik enerji. Tam enerjiden kinetik enerjini çıktıkta bize neyi verir? Potansiyel enerjinin ani qiymetini. 19. soru. Yine de bizde tam enerjidir. Tam enerjiden P kvadrat bölünsün 2'ye çıkıp yani neyi çıkıp? Kinetik enerjini çıkıp. Kinetik enerji çıktıkta bize potansiyel enerjinin ani qiymetini verecektir. 20. sualda da yine tam enerjiden mv kvadrat bölünsün 2 ne demektir? Kinetik enerjinin ani qiyməti çıxdıqda ne alınacaq cevap? Potansiyel enerjinin ani qiyməti. Yine tam enerjide kx kvadrat bölünsün 2 çıxıb. Burada bu ifade hansı enerjinin düsturudur? Tabii ki potansiyel enerjinin düsturu. Tam enerjiden potansiyeli çıktıkta bize kinetik enerjinin ani qiymətini verecektir. Yine de uşaqlar, biz düsturları yaxşı bilməsək, bu məsələlər bizə çox çətin gələcək. Tam enerjiden fx bölünsün 2 bu ifade hansı enerjinin düsturudur? Tabii ki
Potensial enerji. Tam enerjiden potensial enerjinin çıxdıqda bizə kinetik enerjinin ani qiymətini verəcəkdir. 23-cü sualda bizə deyir ki, yaydan asılmış yükün rəqs tezliyini hansı cihaz vasitələrin köməyi ilə təyin etmək olar? Biz birinci bilməliyik ki, rəqs tezliyi. Gəlin rəqs tezliyinin düsturunu yazaq. Omega bərabərdir 1 bölünsün 2 pi kök altda k bölünsün m. Düsturumuz belədir yoldaşlar. İndi bizə birinci növbədə kütləri nə ilə ölçürük? Tərəzi ilə. Bəs yaxşı, k sərtliyi necə tapırıq? Sərtlik biz bilirik ki, f bərabərdir mənfi k x-dir. Burada k-nı tapsaq, k bərabər f bölünsün x-dir. Yəni bizdə k-nı tapmaqdan ötürü bir dinamometr lazımdır və xəttkeş lazımdır. Uzunluğu ölçmək üçün də xəttkeş lazımdır. Bizdə cavablarda dinamometr olmadığına görə götürmürük. Xəttkeş və tərəzini götürürük. Tərəzi və xəttkeş 2 və 4. C variantı. Başqa rəngdə eləyək sizə görə. 24-cü sualda bizə soruşur ki, 1 bölünsün 2 pi kök altda k böl m. Bu ifadə hansı? Nəyin düsturudur uşaqlar? O da biz əzbər bilirik. Təbii ki, Newtonun düsturudur. Yəni, rəqsin tezliyi. 25-ci sualda yenə bayaqki düsturları biz əzbərlədik. P m kvadrat bölünsün 2. Bu hansı nəyin düsturudur? Burada təbii ki, m olduğuna görə biz tam enerji götürərək və yaxud da ki, kinetik enerjinin ən böyük qiyməti tam m olduğuna görə bu ifadədə indeksdə m olduğuna görə biz bunu kinetik enerjinin ən kiçik qiyməti heç vaxt götürə bilmərik. Əksinə, ən böyük qiyməti götürə bilərik. Potensial enerji deyil, çünki bu qiymətdə potensial enerji 0 olur. Və yaxud da ki, rəqsin tam enerjisi deyəcəyik biz buna. 26-da yenə PM və M. Görürsünüz, indekslərində M var. Demək, bu nə deməkdir? Maksimal dəyərdir. Yəni, rəqsin tam enerjisidir. 27-ci sualda yenə də məxrəcdə fikir verin M var. Yəni, bu potensial enerjinin maksimum qiymətidir. Yəni, tam enerjimizdir. 28-ci sual. K x kvadratı məxrəcdə yenə m var. M bizə nə edir? Bu tam enerjinin düsturudur. Yenə tam enerjidən kx kvadrat bölünsün 2. Kx kvadrat bölünsün 2 nəyin düsturudur? Potensial enerjinin düsturudur. Tamdan potensial enerjinin çıxdıqda bizə kinetik enerjinin ani qiymətini verəcəkdir. 30-cu sualda yenə tam enerjidən çıxıb fx bölünsün 2 hansı nəyin düsturudur? Təbii ki, potensial enerjinin düsturudur. Tamdan potensialı çıxdıqda bizə kinetik enerjini verəcəkdir. Kinetik enerjinin ani qiymətini verəcəkdir. Yenə tam enerjidən çıxıb f kvadrat bölünsün 2k. Bu nəyin düsturudur? Təbii ki, potensial enerjinin ani qiymətinin düsturudur. Çıxdıqda bizə kinetik enerjini verəcəkdir. Yəni, kinetik enerjinin ani qiyməti. 32-ci sualda baxın, yenə indeksdə m'lər var. M nə deməkdir? Bu maksimal dəyərdir. Yəni, tam enerjidir. Tam enerjidən çıxıb f kvadratı bölünsün 2k. Bu nəyin düsturudur uşaqlar? Təbii ki, potensial enerjinin düsturudur. Tam enerjidən potensial enerjini çıxdıqda bizə kinetik enerjini verəcəkdir. Yəni, cavab kinetik enerjinin ani qiyməti. Y variantı. 33. Kx kvadrat bölünsün 2 plus m1 kvadrat bölünsün 2. Birinci, kx kvadrat bölünsün 2. Bu nəyin qiymətidir? Potensial enerjinin ani qiyməti. Üstə gəl. m1 kvadratı bölünsün 2. Nəyin düsturudur? Təbii ki, kinetik enerjinin ani qiyməti. Bu iki enerjinin cəmi bizə tam enerjini verir. Yəni, rəqsin tam enerjisi. Yenə də fx bölünsün 2 nəyin düsturudur? Biz bilirik ki, bu bizim potensial enerjimizin düsturudur. Plus mv bölünsün 2 bizim kinetik enerjimizin düsturudur. Bu iki enerjinin cəmi bizə tam enerjini verəcəkdir. Yəni, rəqsin tam enerjisi.
35. F kvadrat bölünsün 2K. Plus mv kvadrat bölünsün 2. Bu F kvadrat bölünsün 2K bize potansiyel enerjimizin düsturudur. Plus mv kvadrat bölünsün 2 de kinetik enerjimizin düsturu. Bu iki enerjinin cəmi bize tam enerjini verecektir. 36. 36'da değil K vurulsun T kvadrat bölünsün 4 pi kvadrat n kvadrat. Bu ifade bölünsün n. Neyin düsturudur? T böl n. Neyin düsturu? 2 periyodun düsturu. T böl n'in yerine T kvadrat bunun kvadratı olsa onda bunun da əvəzinə kvadrat yazarıq. Onda bizim ifademiz K vurulsun periyodun kvadratı bölünsün 4 pi kvadratı. Sözlerim bu neyin düsturudur? Bu tabii ki yani bu bir növ belə 2 pi bölünsün t. Bu neyin düsturudur? Bu bizim omegamızın düsturudur. Omega eğer burada onun kvadratıdırsa biz bunu da kvadrata yüksəldərik. Onda bizdə ne alınacaq? Alınacaq K bölünsün omeganın kvadratı. Omeganın diğer düsturu necəydi? Omeganın düsturu kök altında K bölünsün M'dir. Bunun kvadratı vurulsun K. Beraberdir. Biz bunları kvadrata yükseltsek ixtisar gedecek. Kvadratla kök birbirini aparacaq. K bölünsün K. Əxrəcdə M. K'lar ixtisar gedir. M de tabii ki yukarı qalxır. Onda qalacaq M. Yani kütle. A variant. 7. Harmonik rəqs edən cismin sürətinin proyeksiyası zamandan asılı qrafiki verilmişdir. Hansı zaman anlarında cisimlərə təsir edən qüvvənin modulu ən böyükdür? Qüvvənin ən böyük olması üçün biz bilirik ki, sürət ən kiçik olmalıdır. Rəqs etdikdə qüvvə maksimum qiyməti kənar vəziyyətlərdə alırdı. Qüvvə, təcil, potensial enerji. Amma kinetik enerji, sürət, impuls isə ən böyük qiymətini tarazlıq nöqtəsində alırdı. Bir növ bunlar birbiriyle əksidir. Sürət maksimum olanda bizim qüvvəmiz ne olurdu? Minimum olurdu. İndi bize deyir ki, qüvvənin modulu ən böyük. Bunun ən böyük olması için sürət ne olmalıdır? Ən kiçik olmalıdır. Sürət ən kiçik harda alır? Bir sıfır nöqtəsində, bir bu nöqtədə, bir T3 nöqtəsində, T4 nöqtəsində, bu nöqtədə. Bizdə cavabımız ne olacaq? T3 və T4 nöqtələrində. 38. 38. Sərtliyi məlum olan yayılı rəqqasın rəqs tezliyi hansı cihaz vasitəsilə? Demək, sərtliyimiz məlumdur. Tezliyi düsturu necədir? Nü bərabərdir. 1 bölünsün 2 pi kök altda K bölü M. Eğer bizim sərtliyimiz məlumdursa, onda biz tərəzi lazımdır ki biz tezliyimizi hesablaya bilək. Yəni qollu tərəzi. 39. Yenə deyil, verilmiş sərtlik verilir. Rəqsindir, periyodu hansı cihazla təyin olunur? Periyodun düsturu T bərabər 2 pi kök altda M bölünsün K. Bizim sərtliyimiz məlumdur. Onda biz periyodu tapmaqdan ötürü nə etməliyik? Kütləmizi bilməliyik. Yəni tərəzini vasitəsilə kütləni ölçməliyik. 40-da yaydan asılmış cismin kütləsini deyil 4 dəfə azaltdıqda. Kütlə 4 dəfə azaltdıqda onun rəqs periyod. Periyod deyil necə dəyişir? Periyod T bərabər 2 pi kök altda M bölünsün K'dır. Əgər mən kütləni azaldıramsa 4 dəfə. 4 dəfə kütlə azalırsa periyod neçə dəfə azalır? Təbii ki, buradan kök çıxacaq. Kök çıxdığına görə periyod 2 dəfə azalacaq. 41. Yine bayaqki məsələlər. Bizdə mv kvadrat bölünsün 2. İndeksində m var. Demək bu nədir? Tam enerjimiz. Çıxılsın. Kx kvadrat bölünsün 2. Bu ifadədə bizim potansiyel enerjimizin düsturudur. Yekunda bizim cavabımız kinetik enerji olacaq. Yine kx kvadrat bölünsün 2. Burada kx kvadrat indeksinde m olduğuna göre biz bunu tam enerji diyeceğiz. Tam enerji çıxılsın. Kx kvadrat bölünsün 2. Bu ifade de bizim potansiyel enerjimizin düsturudur.
Tam enerjiden potansiyel enerjisine çıxdıqda bizə kinetik enerjimizin ani qiymətini verəcəkdir. Y variantı. 43. F kvadrat bölünsün 2K. Yine F kvadratının indeksinde M olduğuna göre bu bizim tam enerjimizi. Tam enerjiden Kx kvadrat bölünsün 2'nin çıktıkta. Bu Kx kvadrat bölünsün 2 bizim potansiyel enerjimizin ani kıymetinin düsturudur. Yekunda tamdan potansiyel çıktıkta kinetik enerjini verecektir. B variantı. 44. Kx kvadrat yine məxrəc indeksinde M var. Bu ne demektir? Bizim tam enerjimiz. Tam enerji çıkılsın F kvadrat bölünsün 2K. Bu bizim neyin düsturuydu? Potansiyel enerjinin. Tam enerji çıkılsın. Potansiyel enerji bize kinetik enerjinin ani kıymetini verirdi. 45. sual. F kvadratı yine indeksinde M var. Yani bu bizim tam enerjimizdi. Çıkılsın potansiyel enerjimiz. Yekunda kinetik enerjinin ani kıymetini alırız. 46 yine F kvadrat indeksinde M var. Demek bu bizim tam enerjimizdi. M kvadrat bölünsün 2. Neyin düsturuydu? Kinetik enerji. Tam enerjiden kinetik enerjini çıktıkta bize potansiyel enerjinin ani kıymetini verecektir. 47. Kx kvadrat. Yine indekste M var. Bu bizim tam enerjimizdi. Çıkılsın. F kvadrat bölünsün 2M. Kinetik enerjinin ani kıymeti. Tamdan çıkılsın kinetik enerji bize potansiyel enerjinin ani kıymetini verecektir. 48. 48'de bize deyir ki, şaquli yaydan asılmış cisim sərbəst rəqslər icra edir. Cisim tarazlıq vəziyyətinə doğru yuxarı hərəkət edir. Təsəvvür bu bizim yayımızdır. Yaydan müəyyən qədər dartmışam. Bu bunun tarazlıq nöqtəsidir. Müəyyən qədər aşağı dartmışam. Cisim bu nöqtədədir. Dartdım. Cismi bıraktıkta ne edir? Yuxarı doğru tarazlıq vəziyyətinə doğru hərəkət edir. Bu zaman deyir, necə hərəkət edir? Tarazlıq vəziyyətinə doğru hərəkətdə bizdə nə artır? Sürətimiz burada maksimum olur. Düzdür? Bir növ sürət artır. Ama kənar vəziyyətdə təcil maksimum olur. Ama bu nöqtədə tarazlıq vəziyyətində isə təcilimiz minimum olur. Ama sürətimiz isə maksimum. Düzdür? Onda biz kənar vəziyyətdən tarazlıq nöqtəsinə doğru getdikcə təcilimiz neynəyəcək? Təcilimiz başlayacaq azalmağa. Amma sürətimiz neynəyəcək? Artacaq. Sürət artdığına görə yeyinləşən hərəkətdir. Təcil isə azalır. Onda deyərik, azalan təcillə yeyinləşən. 49. Harmonik rəqs edən maddi nöqtənin rəqsin tezliyini 2 dəfə artırdıqda, rəqsi 2 dəfə artırdıqda tam enerjisi necə dəyişir? Tam enerji. Gəlin baxaq. Tam enerji tezliklə necə asılır? Tam enerji nədir deyil? Maksimal dəyərlərdən asılır. Yəni tam enerji M və M kvadrat bölünsün 2. Yaza bilərik. Onda biz V'nin üstünün yerine yazsaq. V nəyə bərabər? 2 pi vurulsun mu, bizden mu istedim. Mu kvadrat vurulsun, mu kvadrat mu vurulsun amplitud. Düzdür, bölünsün 2. Bölünsün 2. Biz bunun kvadratı, yani burada V kvadrat olduğuna göre kvadratı yükseltmeliyiz. Neticede M 4 pi kvadratı vurulsun mu kvadratı x kvadratı bölünsün 2. Burada biz görürük ki, bakın biz görürük ki bizim tam enerjimiz tezliğin kvadratıyla düz mütənasibdir. Yəni əgər mən tezliğin kvadratıyla düz asılsın, tezliyi əgər mən 2 dəfə artırıramsa, onda 2'nin kvadratı qədər artacaq. Yəni 4 dəfə tam enerjimiz artacaqdır. Y variantı. Sonra yaydan asılmış cismin rəqsinin amplitudu, yəni xm'imiz nədir? 2 santimetrdir. Bize deyir ki, sürətin maksimum Vm verib bizə. Vm'imiz 0,4 metr böl saniye. Onun rəqs periodu. T nəyə bərabərdir? Hansı düsturdan hele sürətin öz düsturu ilə hesablayarıq. Sürətin öz düsturu necə idi? Vm nəyə bərabərdir? Vm bərabərdir 2 pi xm bölünsün t. Bu düsturla hesablanır. Buradan biz periodu necə taparıq? T nəyə bərabər? T bərabərdir 2 pi olduğu kimi qalır xm Vm.
Sonra bunun ən sadə yolu bilirsiniz də məxrəci 1-dir, çarpaz vurursunuz. Tak, devam edelim. Bərabərdir. 2 vurulsun, ikimiz 3 vurulsun. XM-imiz var. Burada santimetrdən verib mən bunu metrə çevirməliyim. Yəni 0,02. 100-ə bölürəm. Bölünsün. Sürətim 0,4'dür. Bu da bərabərdir. Bərabərdir. İxtisarlara aparsam yuxarıda 0,3 qalacaqdır. Y variantı. 51. Yaydan asılmış cismin rəqsinin amplitudu, yəni XM-im 1 santimetr. Bunu mütləq mən metrə çevirməliyəm. 0'dan %1. Sürətin maksimum qiyməti, yəni VM-im 1,5 metr bölü saniyə olarsa onun rəqs tezliyini tapın. Yəni mu nəyə bərabər? Yenə də sürətin düsturu ilə gedirəm. VM nəyə bərabər? 2 pi XM vurulsun mu. Bizdən mu-nu istədiyinə görə düsturdan mu-nu tapmalılar. Mu bərabərdir VM bölünsün 2 pi XM. Yerine yazsam VM'in yerine ne yazıram? 1,5 2 vurulsun pi'nin yerine 3 vurulsun x'imim ne kadardır? 0,01. Sarılarımı yaparsam 150 bölünsün 6. 150'ni de 6'ya bölende 25. Abone. 52. Yaylı rəqqasın təcilinin maksimum qiyməti rəqsin tezliyindən necə asılıdır? A, xm-lə olan düsturun yazmalıyım. Ayım nəyə bərabərdir? Ayım bərabərdir 4 pi kvadratı mu kvadratı vurulsun xm'dir. Əgər bizim xm'imiz sabitdir, pi sabitdir, 4 sabitdir, mu'nun kvadratı ilə düz asılıdır. Yenə 53'də harmonik rəqs edən harmonik rəqsi hərəkətdə cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının cismin yer dəyişməsindən biz nə deyirik? F nəyə bərabər? F bərabərdir mənfi kx-dır. Düzdür? Yəni F ilə x düz asılıdır. Amma burada mənfi olduğuna görə biz onu 1/3 rubdan keçən düz xətt deyil də 2/4 rubdan keçən düz xətt kimi, yəni biri müsbət olanda digəri mənfi olacaq. Məsələn, x'imiz 1 olsa, f'imiz mənfi 1 olmalıdır. Ona görə biz, məsələn, baxın, x'i mənfi 2 götürsək, bunların kəsişməsi neçə olmalıdır? Mütləq f müsbət olmalıdır. Biri müsbət olanda biri mənfi olmalıdır. Yəni, Y variantı. 54'də harmonik rəqs edən cismin təcilinin proyeksiyasının onun yer dəyişməsindən asılı qrafiki. İndi bizə təcili soruşur. Təcili yenə uşaqlar. Biz dedik f nəyə bərabər? F bərabər mənfi kx-a. F'in öz düsturu necədir? F nəyə bərabərdir? M-a aid. M-a bərabərdir mənfi kx. Biz də burada görürük ki, təcil yer dəyişməklə necə asılıdır? Düz asılıdır. Amma mənfi işarəsi ilə. Yenə də 2/4 rubdan keçən düz xətt olacaqdır. 55-ci məsələ. Yaydan asılmış yük rəqslərinin tezliyinin yayın sərtliyindən mu-nun k-dan asılır. Mu-nun düsturu necə idi? Mu bərabərdir 1 bölünsün 2 pi kök altı k böl m. Necə asılıqdır bu? Mu k ilə düz asılıdır. Amma nəyin altındadır? Kökün altında. Şöyle baxın kök necədir bu belədir. Eyni qrafikimizdə baxın. Görürsünüz kök altı. Y variantı. Periyodun kütlədən necə asılıdır? Periyod t nəyə bərabər? 2 pi kök altda m bölünsün k. T ilə m necə asılıdır? Kök altı asılıdır. Baxın kök altında düz asılıdır. Yeni 57. Deyir ki bize yaylı rəqqasın periyodunun rəqsin amplitutundan aslı qrafiki. Əzizlərim aslı değil periyod. Çünkü t nəyə bərabərdir? 2 pi kök altda m bölünsün k. Burada biz amplitut görürük mü? Hayır. Demək aslı değil. 58. məsələ.
Yaylı rəqqasın tezliyinin rəqsin amplituddan asılığı. Yenə də amplituddan asılı deyil. Tezlik periyod amplituddan asılı deyil. Yaydan asılmış yükün tezliğine nə işarə olur? Newton. Tezliği 6 Hz'dir. Yükün kütləsini 9 dəfə artırdıqda, yəni M2 bərabərdir 9M1. Rəqsin tezliyi necə dəyişir? Yəni bizim nu1'imiz verib 6'dır. Nu2'mizdir nə qədər olar? Bunun üçün nə etməliyik? Düsturdan bilməliyik ki, tezliklə kütlə necə asılıdır? Tezliyin düsturunu yazmalıyıq ilk növbədə. Nu nəyə bərabər? Nu bərabər 1 bölünsün 2 pi kök altda k böl m. Mən görürəm ki, burada tezliklə nə? Kütlə tərs asılıdır. Kök altı tərs asılıdır. Yəni mən yazsam ki, nu1'in nu2'ye nisbəti tərs asılıdırsa nə olacaq? M2'nin M1'e. Görürsünüz tərs asılıdır. Bir-birindən tərs asılıdır. Amma nəyin altında? Kökün altında. Onda mən bunu davam etdirsəm, qiymətləri yerinə yazsam, nu1'im 6, nu2'm bilmirəm. Elə olduğu kimi qalır. Kök altında. Kütləm neçədir? M2'm neçədir? 9M1. 9M1. M1'in də elə M1 idi də. M1 idi, M2'si 9 dəfə artı oldu. M9M1. İxtisarlarım getdi. 9'dan kök neçə çıxır? 3 çıxır. 3. Məxrəcdə 1. Çarpaz vursam 6 vurulsun 1. 6 bərabərdir 3 nu2'ye. Nu2 də bərabərdir 2 Hz. Yəni cavab C variantı. 60'da yaydan asılmış yük 4 saniye periyodla rəqs edir. Demək bizim T1'imiz nə qədər? 4 saniye. Deyir ki, yayın yükün kütləsini, bax kütləsini 4 dəfə azaltsaq. Əgər bizim M2'miz 4 dəfə azaltma nə deməkdir? M2 bərabərdir. M1 bölünsün 4. Rəqsin periyodu nəyə bərabərdir? T2 nəyə bərabərdir? İndi biz bundan ötürü nəyi bilməliyik? Kütlə ilə periyod necə asılıdır? Buna görə mən periyodun düsturunu bilməliyəm. T bərabər 2 pi kök altda m bölünsün k. Görürəm ki, periyodla tezlik düz asılıdır. Amma kök altı düz asılıdır. Yəni belə yazaram. T1 bölünsün T2 bərabərdir. Kök altda M1 bölünsün M2. Necə asılıdır? Düz asılıdırlar, amma kök altı düz asılıdırlar. Yerinə qoysam, T1'im 4'dür, T2 bilmirəm. M1'im nədir? M1'im olduğu kimi M1'dir. M2 nədir? M1 bölünsün 4. Bilirik də bu 4 yuxarı qalxacaq. Yəni kök altda 4 böl 1. M'lər ixtisar gedir. 4'dən də kök neçə çıxır? 2. Məxrəcdə 1. Biz çarpaz vursaq 2T 2 bərabər 4'ə. T2 də nəyə bərabərdir? 2 saniyə. 61. Yaylı rəqqasın harmonik rəqslərində sürətin ardıcılıq qiyməti kök kütləsindən asılı qrafiki hansıdır? Biz birinci nəyi bilməliyik? Bilməliyik ki, sürətin düsturunu yazaq. V nəyə bərabərdir? Vm bərabərdir 2 pi bizə nə isə kütlədən 2 pi nu vurulsun amplitud xm. Biz nu'nun düsturunu bilirik. Nu'nun düsturu neydi? 2 pi vurulsun. Nu nəyə bərabərdir? 1 bölünsün 2 pi vurulsun kök altda k bölünsün m vurulsun xm. Bizdə burada 2 pi'lər ixtisar gedir, bərabərdir. Yəni Vm bərabərdir. K bölünsün m vurulsun xm. Düzdür? Bəli, davam eləsək kök altda. Kök altda. Buradan da biz sürət kütlə ilə kök altı tərs asılıdır. Yəni A variantı. 62. Yaylı rəqqasın harmonik rəqslərində sürətin amplitud qiymətinin yayın sərtliyindən asılı qrafiki hansıdır? Biz bilirik ki, Vm nə idi? Vm bərabərdir. Omega vurulsun xm düsturumuz var.
Biz buradan omeganın düsturunu yazsaq. Omega nə idi? K kök altı. K bölü M. Vurulsun xm. Burada xm'i sabitdir. Onda km. Demək, sərtlikdən necə asılıdır? Sürət sərtlikdən kök altı düz asılıdır. Baxın, kök altı düz asılıdır. V variantı. 63. Yaya bərkidilmiş cismin harmonik rəqsləri zamanı kinetik enerjini onun potensial enerjisindən asılı qrafiki verir. A nöqtəsinə uyğun potensial enerjini. Baxın, bu nöqtəyə uyğun potensial enerjini. Burada 1,8 nədir? Potensial enerjinin maksimum qiyməti. Yəni tam enerjimiz. Bizim tam enerjimiz 1,8-dirsə, onda biz deyə bilərikmi? Kinetik enerji ilə potensial enerjinin cəmi bizə tam enerjini verir. Onda bizim tam enerjimiz 1,8 olarsa, kinetik enerjimiz nə qədərdir bu A nöqtəsinə uyğun? 0,6-dır. 0,6 üstə gəl, Y potensial, buradakı bu qiymət, bərabərdir tam enerji. Çünki tam enerji dəyişir. 1,8. Onda bizim potensial enerjimiz nəyə bərabərdir? 1,2-yə. Yəni Y variantı. 64. Yaylı rəqqas harmonik rəqs edir. Yayın sərtliyini, yəni K-nı 4 dəfə artırdıqda sürətin amplitud qiyməti necə dəyişir? Sürətin amplitud qiyməti baxaq sərtlikdən necə asılıdır? V, M bərabərdir. Necə idi düsturumuz? Omega vurulsun xm-dir. Omeganı atsaq, kök altda K böl M vurulsun xm. Yəni bizim sürətimiz sərtliklə necə asılıdır? Kök altı düz asılıdır. Əgər sərtliyimiz 4 dəfə artırsa, 4-dən kök neçə çıxır? 2 çıxacaq. Demək, VM-imiz neçə dəfə artacaq? 2 dəfə artar. 65. Yaylı rəqqas harmonik rəqs edir. Yayın sərtliyini K-nı bu dəfə 4 dəfə azaltdıqda sürət necə dəyişir? Eyni baxın bu düsturdur. Əgər sərtliyimiz azalırsa 4 dəfə, 4-dən kök neçə çıxır? 2 çıxır. Onda sürətimiz də 2 dəfə azalacaqdır. 66. Yaylı rəqqas harmonik rəqs edir. Yaya bağlanmış yükün kütləsini 4 dəfə azaltsaq sürət necə dəyişir? Yenə sürətin kütlə ilə olan düsturunu yazırıq. V bərabərdir. V bərabərdir. Omega vurulsun xm. Sonra V bərabərdir. Omeganı atsam kök altda K bölünsün M vurulsun xm. Düzdür? Biz indi buradan bizə deyir ki, kütləni azaldıq. Kütlə azalıbsa sürət nə olacaq? Artacaq. Sürət kütlə ilə tərs asılıdır. Neçə dəfə sürət artacaq? Təbii ki, bunun kök 6 dəfə. Əgər kütlə 4 dəfə azalıbsa, 4-dən kök 2 çıxır. Sürət də 2 dəfə artar. 67. Yaylı rəqqas harmonik rəqs edir. Yaya bağlanmış yükün kütləsini 4 dəfə artırdıqda sürət yenə həmin düsturdur. Əgər bizim kütləmiz artırsa, sürətimiz neynəcək? Kütlə əgər artırsa, sürətim azalmalıdır. Neçə dəfə? Kök 6 dəfə. Yəni 4 dəfə azalırsa, artırsa kütləmiz, kök 6 çıxdıqda nə olacaq? 2 dəfə artacaq kütlə, sürət 2 dəfə azalacaq. Yəni C variantı. 68. Yaylı rəqqas harmonik rəqs edir. Yaya bağlanmış yükün kütləsini 4 dəfə azaltdıqda. Kütlə 4 təcil necə dəyişir? Təcilin düsturu nə idi? A nəyə bərabərdir? A bərabərdir. Omega kvadrat vurulsun xm-dir. Omeganın düsturun yerinə yazsaq, AM olacaq. AM nəyə bərabər olacaq? AM-in öz düsturu K böl M-dir. Kök altda K böl M-dir. Bunun kvadratı vurulsun xm. Nəyi verir bizə? AM nəyə bərabərdir? AM bərabərdir. K bölünsün M vurulsun xm. Bizə deyir ki, kütləni 4 dəfə azaltdıqda, kütlə 4 dəfə, kütlə azalırsa təcil artacaq. Kütlə 4 dəfə azalırsa təcil 4 dəfə artacaqdır. Yəni A variantı.
69. Yaylı rəqqas harmonik rəqs edir. Yaya bağlamış yükün kütləsi 4 dəfə artırdıqda. Kütlə əgər indi bu dəfə eyni bu düsturla gedəcəyik. İndi bizə deyir ki, bizim kütləmiz 4 dəfə artır. Kütlə artırsa təcil nə olacaq? Azalacaq. Çünki tərs asılıdırlar. Kütlə 4 dəfə artırdıqda təcil 4 dəfə azalar. Yenə yaylı rəqqas harmonik rəqs edir. Yayın sərtliyini eyni bu düsturda olduğu kimi sərtliyi bizə deyir. Sərtliyimiz 4 dəfə artırdıqda, sərtliyi 4 dəfə artırdıqda təcil necə dəyişir? Təcilin amplitud qiyməti sərtliklə düz mütənasibdir. Sərtlik artdıqda təcil də 4 dəfə artacaqdır. D variantı. Yaylı rəqqas harmonik rəqs edir. Yayın sərtliyini 4 dəfə azaltdıqda nə olacaq? Amplitud da 4 dəfə azalacaq. 72. Yaylı rəqqas 1, 3 kənar vəziyyətləri olmaqla 2 tarazlıq vəziyyəti ətrafında harmonik rəqs edir. Yəni bu tarazlıq nöqtəsində sağa sola hərəkət edir. Hansı vəziyyətdə yükün təcilinin modulu sıfırdır? Biz bilirik ki, təcil tarazlıq nöqtəsində sıfırdır. Kənar vəziyyətlərdə maksimumdur. Demək, bizdən təcilin modulunun sıfır olduğu an 2 nöqtəsidir. Maksimum olduğu nöqtə isə 1, 3'dür. Yəni 0 yalnız 2'də. Yenə eyni 1, 2 kənar vəziyyətləri olmaqla 2 tarazlıq vəziyyətidir. Bizdən soruşur ki, harmonik rəqs edir. Hansı vəziyyətdə yükün təcili ən böyük? Təcil dediyi harda ən böyük qiymətini alır? Kənar vəziyyətlərdə. Yəni 1, 3'də təcilin modulu ən böyük olacaqdır. Yəni B variantı. Bir yaydan asılmış cismin kütləsini 4 dəfə artırdıqda period necə dəyişir? Periyodun düsturunu birinci yazmalıyıq. P bərabərdir 2 pi kök altda m bölünsün k. Demək, mən əgər kütləni 4 dəfə artırıramsa, periyod artacaq. Amma neçə dəfə? 4-dən kök çıxacaq 2. 2 dəfə artar. 75. Yaylı rəqqasda cismin kütləsini 4 dəfə artırdıqda tezliyi necə? İndi gəlin tezliyin düsturu. N bərabərdir 1 bölünsün 2 pi kök altda k bölünsün m'dir. Əgər mənim kütləm 4 dəfə artırsa tezliyim nə olacaq? Təbii ki azalacaq. Neçə dəfə? Kök 6 dəfə. Yəni 4-dən kök çıxacaq 2. 2 dəfə azalar. 76. Yaylı rəqqasda cismin kütləsini 9 dəfə artırdıqda tezliyi necə? Eyni bu düsturdur. Bu düsturda bizim kütləmiz artırdıqda 9 dəfə artırıb tezliyim azalacaq. Çünki tərs asılıdırlar. Amma neçə dəfə? 9'dan kök alırım. Kök aldıqda 3 dəfə azalar. 77. Məsələdə bizə deyir ki, yaya bağlanmış cisim harmonik rəqs edir. Eyven diaqramına əsasən cismin koordinasının zamandan asılı qrafikinin A, B və B-si hissələrinə uyğun bəndləri müəyyən edin. Gəlin birinci A, B hissəsinə baxaq. A, B hissəsində baxın, cisim tarazlıq nöqtəsindən kənar vəziyyətə doğru hərəkət edir. Biz bilirik ki, yay tarazlıq nöqtəsindən kənara doğru getdikcə potensial enerji, təcil və yerdəyişmə artır. Kənar vəziyyətdən tarazlıq nöqtəsinə gəldikcə isə azalır. Kənar vəziyyətdən tarazlıq nöqtəsinə gəldikdə bizim təcilimiz azalan təcillə olacaq. Amma sürətimiz, kinetik enerjimiz artır. Gəlin birinci tarazlıq nöqtəsindən kənar vəziyyətə doğru AB hissəsinə baxaq. AB hissəsində deyir ki, birincidə yayın potensial enerjisi artır. Bəli, yayın potensial enerjisi artır. İkinci, cismin impulsunun modulu artır. Cismin impulsu özü kinetik enerji kimi, sürət kimi aparır. Biz görürük ki, AB hissəsində kənar vəziyyətə getdikcə sürət azalır. Sürət azaldığına görə bizim impulsumuz da azalacaq, artmayacaq. Sonra AB hissəsində elastiklik qüvvəsinin modulu artır. Elastiklik qüvvəsinin modulu bəli, təcil artdığına görə elastiklik qüvvəsinin modulu da
artacaqdır. Yer dəyişimi artdığına görə qüvvə, elastiklik qüvvəsi də artacaqdır. 3 də AB-yə aiddir. Dördüncü, elastiklik qüvvəsi tarazlıq vəziyyətinə doğru yönəlir. Hər iki variantda həmişə hərəkətin əksinə yönələcək. Yəni, tarazlıq vəziyyətinə doğru 4, üçüncüyə aid olacaq. Cisim azalan təcillə yeyinləşən hərəkət edir. Cisim azalan təcillə. Xeyr, burada AB hissəsində təcil artır. Təcil artdığına görə biz bu variantı götürə bilmərik. Gəlin ikinciyə baxaq. İkincidə AB hissəsi. Yəni, bu nöqtədən kənar vəziyyətdən tarazlıq nöqtəsinə doğru hərəkət edir. Bu anda cismin impulsu artır. Bəli, impuls artır. Elastiklik qüvvəsinin modulu artır. Xeyr, azalacaq. Elastiklik qüvvəsinin tarazlıq vəziyyətinə doğru yönəlir. Bəli, hər ikisinə bu aid oldu. Sonra cisim azalan təcillə yeyinləşən hərəkət edir. Bəli, kənar vəziyyətdən tarazlıq nöqtəsinə doğru sürət artır. Ona görə yeyinləşən hərəkət. Təcil azaldığına görə deyirik, azalan təcillə yeyinləşən 5. Yəni 1, 3, 2, 5, 78. 78-də bizə deyir ki, asılmış kürənin tarazlıq vəziyyətindən aşağıya doğru 0,1 məsafə dartılıb. Yəni, maksimal 0,1 məsafə dartılıb. Demək, bunun maksimal uzaqlığı nə qədərdir? 0,1-dir. Yəni, bu onun bir növ amplitududur. Yəni, bu onun x-m'dir. X-m 0,01 metrdir. Sonra buraxılır. Harmonik rəqslər sistemində rəqsin tezliyi, nüsu 5 Hz olarsa, 2 saniyə ərzində kürə nə qədər yol gedir? Yəni, zaman T bərabər 2 saniyədə nə qədər yol gedər? Biz yolun düsturunu nə demişdik? Yəni, bir rəqsdə, bir tam rəqsdə nə qədər cisim yol gedir? S nəyə bərabər olurdu? 4 dənə amplitud gedir. Əgər bu rəqslərin sayı n-dən olursa, neyərik? Saya vurarıq. Yəni, vurulsun n olacaq. İndi davam eləyək. Bizə deyir ki, nə qədər yol gedir. Yəni, bizdən bu S istəyir. Biz yerinə yazsaq, burada vurma işarəsidir. Biz yazsaq, S bərabərdir 4 vurulsun S amplitud. N-in yerinə nə yaza bilərik? N-in yerinə, N-in düsturu nə idi? N bərabərdir. N bərabərdir vurulsun T. N vurulsun T düsturumuz var. Bərabərdir. N vurulsun T düsturumuz var. Gətirib yerinə yazsaq burada, N vurulsun T yazsaq, biz bilirik bizim amplitudumuzu verib, tezliyimiz var, zamanımız var. Yerinə qoysaq 4 vurulsun amplitud 0,01 vurulsun tezliyimiz 5 vurulsun 2 da bərabər olacaq 10 0,4 metr. Y variantı. 79'da 5 cm sıxılmış, sərtliyi 100 Newton bölü metr olan yaya bağlanmış 1 kilogram kütləli cisim harmonik rəqs edir. Uyğunluq hərəkət tənliyi hansıdır? Demək, bu sıxılmış deyirsə, bu onun nə idi? Amplitududur. Bu da tam sıxılıb. X-m'imiz budur. Sərtliyimiz, K-mız 100'dür. M-imiz 1'dir. Uyğun hərəkət tənliyi yazır. Biz yer dəyişmənin ümumi tənliyi baxın belədir. X bərabərdir. XM vurulsun. Ya sinus olur, yox, ya kosinus olur. Bu əgər 0,5 cm sıxılıbsa, demək bu tarazlıq vəziyyətində deyil, müəyyən məsafədədir. Ona görə biz onu kosinus qanunu ilə götürürük. Kosinus vurulsun omega T. Omeganın öz düsturu nədir? Omega bərabərdir. Kök altda K bölünsün M'dir. Biz buradan omeganı tapsaq, 100 bölünsün. M neçədir? M'imiz 1 kilogram. 100 bölünsün 1. O da bərabərdir. Kökdən çıxır 10. Gətirib yerinə yazsaq, XM'in yerinə nə yazarsınız? X bərabərdir. XM'in yerinə 5 santimetr. Bizə cavablardan santimetrlə mi istəyir? Xeyr, metrlə istəyir. Santimetri metrə çevirməliyəm. 0,05 vurulsun kosinus omegamız 10 vurulsun T. Cavablarda 0,5 kosinus 10 T variantı.
80. Harmonik rəqs edən 1 kiloqram kütləli cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Rəqsin tezliyini hesablayın. Yəni bizdən mu-nu soruşur. Mu deyir nəyə bərabərdir? Biz necə yazarıq? Biz bilirik ki, F bərabərdir Kx-dir. Mənfi Kx-dir. Burada biz F-in yerinə 9 yazsaq, 9, X-in yerinə nə yazacağıq? 1 yazarıq. Əgər bu nöqtəni götürmüsəmsə, F-i 9, X-i bir götürəcəm. Mənfi 1. Bərabərdir. Mənfi 1 müsbət 1 ilə vurulur 1 eləyəcək. 1 vurulsun K. K da bərabərdir 9 alınacaq. 9 K-nı tapdım. Kütləm var. Tezliyi necə taparam? Tezliyi nəyə bərabər? Tezliyi bərabər 1 bölünsün 2 pi kök altda K. K-mız neçə oldu? 9 bölünsün M. M'imiz də 1'dir. 9'dan kök 3 çıxır. 3 bölünsün 2 vurulsun pi. Pi de 3'e beraber. İxtisar gedəcək. Bərabərdir 0,5 Hz. B variantı. 81. Harmonik rəqs edən cismin koordinatlı zamandan asılı qrafiki verilmişdir. Grafikin hansı hissəsi cismin impulsunun modulunun azalmasına uyğundur? Demək, impuls nə vaxt azalır? Impuls özün sürət kimi aparır. Yəni, sürət harda azalırsa, impuls da orada azalacaq. Sürət X-in maksimum nöqtələrində minimum olur. Yəni, sürət bu maksimumda, yəni əksdirlər. İndi baxaq, bizə deyir, harda azalır? Bizə deyəsən, aralıq verir. 1, 2, 3, 4, bəli. Harda azalır? Azalması dediyinə görə biz X-in artması aralığına baxarıq. Baxın, 1-dən 2-yə X nə olur? Artır. Demək, V nə olacaq? Azalacaq. Onda biz götürərik 1, 2 aralığında V azalır. 2, 3 aralığında X azalır. Onda sürət artacaq. 3, 4 arasında X-i görürsünüz artır. X artdığına görə biz deyərik ki, sürət azalır. 3, 4 arası. 4-5 arasında X artdığına görə sürət, X azaldığına görə sürət artacaq. Yəni cavab 1, 2, 3, 4. 1, 2, 3, 4 A variantı. 82. Bir cins rəqqas, birinci rəqqas n sayda rəqs etdiyi müddətdə ikinci rəqqas neçə rəqs edir? Gəlin bunu n-in düsturunu yazaq. Biz bilirik ki, n bərabərdir. Mu vurulsun T'dir. Düsturumuz belədir. Biz mu ilə T, mu'nun düsturun yerinə yazsaq, 1 bölünsün 2 pi kök altda K bölünsün M'dir. Düsturumuz budur. Vurulsun T. Biz görürük ki, burada say sərtliklə kök altı düz asılıdır. Onda biz yazarıq n1'in n''ə nisbəti, n2'yə nisbəti bərabərdir. Kök altda K1'in K2'yə nisbəti. Bizim n1'imiz birinci rəqqas n'dir. İkincini bilmirik, n2'dir. Bərabərdir. K1'imiz K'dır. K2'miz isə 9K'dır. 9K'dır. Kök altında. K'lar ixtisar gedir. Kök altda 9'da 1'dən nə çıxır? Kökdən nə çıxacaq? Kökdən 3'də 1 çıxacaq. Çarpaz vursaq n2 bərabərdir 3 n-ə olacaqdır. B variantı. 83. Yaya bağlanmış maddi nöqtə AD. AD nöqtələri arasında harmonik rəqs edir. Yəni kənar vəziyyət AD-dir. AB nöqtələrinin yayın potensial enerjisini hesablayın. A-da potensial enerji nədir? Tam enerjisi maksimumdur. Necə taparıq? K x kvadrat bölünsün 2. Bu bizim tam enerjimizdir. Onda K x nəticədir 20'nin kvadratı bölünsün 2. Bu bizim A nöqtəsində olan potensial enerjimizdir. Belə yazaq. YA. B nöqtəsindəki isə nə olacaq? K, yenə də K x kvadrat bölünsün 2 olacaq. Bizdə B nöqtəsi neçədir? 100'dür. Yəni K vurulsun, onun kvadratı bölünsün 2. İndi biz bunları alt-alta bölsək, K 20'nin kvadratı bölünsün 2 vurulsun K onun kvadratı bölünsün 2.
İxtisarlar aparsaq 2 ilə 2 ixtisar gedir. K ilə K ixtisar gedir. Bərabərdir. 20'nin kvadratı 400. Onun kvadratı 100. Cevap 4. D variantı. 83. Birinci rəqqas n sayda rəqs etdiyi müddət ikinci rəqqas neçə rəqs edir? Bayaqki məsələ. Biz bildik ki, n bərabərdir. Nu vurulsun t'dir. Nu'nu atsaq 1 bölünsün 2 pi. Kök altında k böl m'dir. Görürük ki, vurulsun t. Biz görürük ki, say k təkliklər düz asılıdır. Kök altı düz asılıdır. Əgər bizim n1'imiz n'dirsə, n1'in n2'ye nisbəti bərabərdir. K1'in K2'ye ama kök altta. Şimdi biz burada n1'in yerine ne yazarım? n1'in yerine n, n2'miz bilmirik beraberdir. K1'imiz K'dır. K2'miz ise 4K'dır. Tabii ki kök altta. K'lar ixtisar gedir. Buradan n bölünsün n2 beraberdir. 1 bölünsün 4'te 1'den neçə çıxır? 2'de 1 çıxır. Onda n2 də bərabərdir. 2 n almış oluruq. Yəni B variantı. 85-ci məsələ. 85-də deyir sərtliyi 100 Newton olan 160 qram kütləli cismin amplitudu 4 santimetrdir. Bizdən soruşur ki, harmonik rəqs edir. Onun tarazlıq vəziyyətindən keçdiyi andakı sürətini istəyir. VM istəyir bizdən. VM nəyə bərabər? Gəlin düsturun VM'in öz düsturunu yazaq. Və M bərabərdir 2 pi VM nəyə bərabər? Gəlin belə yazaq. VM bərabərdir. Omega vurulsun XM'dir. Bu düsturdan gedək. Omega'nın öz düsturu nə idi? Kök altında K böl M. Vurulsun XM. Bizdə K sərtlik verib, kütləni verib, amplitudu verib. Yerinə qoyub həll edəcəyik sadəcə. Kök altında K neçədir? 100. Kütləmiz neçədir? Kütləmiz 160 qram. 160 qramı mütləq biz kiloqrama çevirməliyik. O da edəcək 0,16. Vurulsun XM'imiz də 4 santimetrdir. 4 santimetrdə metrə çevirməliyik. Yəni bunu bölməliyik 100'ə. Yəni 0,04 metr edəcək. Kökdən 100'dən kök neçə çıxır? 10. 0,16'dan kök 0,4 çıxır. Vurulsun 0,04. O da bərabər olacaq. İxtisarlarımız getsə cavab 1 metr bölünsün saniyə alınacaq. 86. Sərtliyi yenə bizə sərtliyi verib, yaydan asılmış 100 qram kütləli cismin amplitudunu veriblər. Sürətin maksimum qiymətini soruşurlar. Gəlin baxaq. Yenə eyni düsturdan gedəcəyik. Sildim düsturu gərək silməsəydim. Yenə eyni düstur. V M bərabərdir. Omega vurulsun XM. Omega'nın yerinə nə yazacağım? K böl M kök altda. Vurulsun XM. Bərabərdir. K sərtliyimiz 10 bölünsün. Kütləmiz 100 qramdır. Kiloqrama keçirsəm 0,1 kök altda. Vurulsun XM-im isə 10 santimetr, yəni 0,1 santimetrdir. İxtisarlar getsə, kökdən 0,1'i 0,1'e böləndə 100 edir. Kök çıxanda 10. Onu 0,1'e vuranda cavab 1 metr bölünsün saniyə. 87. 87'də deyir sərtliyi yenə bizə kanı verib, yaydan asılmış 100 qram kütləli cismin amplitudu 5 santimetrdir. Harmonik rəqs edir. Sürətin maksimum yenə eyni düsturdur uşaqlar. VM bərabərdir. Omega'nı açdım K bölünsün M kimi. Vurulsun XM. Yerinə yenə yazıram. K'nın yerinə 10 bölünsün. Mənim kütləm 100 qramdır. Çevirsəm 0,1 kiloqram. Amplitudum isə 5 santimetrdir. Metrə çevirsəm 0,5 metr olacaq. Bərabərdir. Kökdən 10 çıxır. Onu 0,5'e vurduqda 0,5 metr böl saniyə alınır.